Qurban bayramı həm paylaşmaq, həm də ehtiyacı olan insanlara diqqət və qayğı göstərmək bayramıdır. Xüsusilə şəhid ailələrinə təqdim olunan bayram sovqatı dövlətin və cəmiyyətin həmin ailələrə hörmətinin göstəricisi sayılır. Ancaq Cəlilabad rayon İcra Hakimiyyətinin şəhid ailələrinə göndərdiyi ətlə bağlı ortaya çıxan görüntülər ciddi narazılıq yaradıb. Bir xəbər media bizim əsr.com-a istinadən bildirir ki, yayılan video görüntülərdə göndərilən ət istifadəyə yararsız vəziyyətdə olması ətin göyərdiyi, qoxu verdiyi, hətta qurtladığı görünür. Ən acınacaqlısı isə budur ki, bu paylar məhz şəhid ailələrinə göndərilib. Cəlilabad rayon İcra Hakimiyyəti məsələ ilə bağlı açıqlama verərək bildirib ki, güya isti hava və çatdırılmadakı gecikmə səbəbindən bəzi paylarda problem yaranıb. Lakin bu açıqlama biraz inandırıcı deyil. Burada əsas sual yaranır. Sovqatlar üçün ayrılan vəsait hara gedib? Tenderi kim udub? Nə qədər vəsait ayrılıb? Hesabatlılıq varmı? Qeyd edək ki, ölkənin rayon icra hakimiyyətləri Qurban bayramı ilə bağlı tenderlər keçirib və bu məqsədlə 100 minlərlə manat vəsait ayrılıb. Amma nəticədə şəhid və imkansız ailələrə keyfiyyətsiz, istifadəyə yararsız məhsul göndərilməsi ciddi məsuliyyətsizlik və hörmətsizlik kimi qəbul olunur. İcra hakiminin şəhid ailəsinə verdiyi qurban pay. Qurt gəzir üstündə. Qurt deyib. Qurtlamış əti gətirib verib. Adamına bak. Ay Allah, bu nədir? Hala telefonda qəşəng. Ət güvərib. İyi gəlir, iyi. Mən 4 günü 5 gün nətir. Baxın, Cəlilabad rayon İcra Hakimiyyətinin göndərdiyi şəhid ailəsinə əti iyilənib. İyilə çürüyəyə bu ət, baxın. Gel evde.